Orada dəyərli sənətkarımız Elmira Rəhimova oxuyub. Mənim anam indi ondan bir 15-20 yaş balacaydı. 54 yaşında xəstəliyə düçar oldu. 56-da öldü. Qadın xəstəliyindən, xərçəng xəstəsi oldu. Yəni sözümün canı odur ki, məni başa düşənlər düşür. Sizə niyə ad verməyiblər? Mən bu şeylərdə Avropa düşüncəliyəm. Mən xoşbəxt olaram ki, mənə o imza ilə ad verilsin deyə xoşbəxt olaram. Amma mən o ada layiqəmmi? Yox. Çünki mən özüm üçün toy oxuyub varlanmışam. Mən niyə almalıyam ki ad? Bax, burada da diqqətli olun. İki cür müğənni var. Dövlət tədbirlərində iştirak edib, gəl deyən kimi yürüsün, getsin, orada konsert, burada konsert təmənni. Xeyr, mən və məni kimi müğənnilər, Şəbnəm olsun, Bahar Lətif qızı olsun, və Baharın qəşəng sənəti var, özümüz üçün biz oxuyub varlanmışıq. Hələ biz dövlətə borçluyuq. Başa düşdünüz? Niyə ad verməlidirlər ki, bizə başa düşün? Bəzilər çıxıb birdən bilir, mən niyə ad almamışam? Niyə almalısan ki? Sən o dövlətdə varlanmışsan, milyoner olmuşsan, hələ qurban ol ki, o dövlətə ki, səndən vergi almayıb 1 manat. Alsa da qazandığını verməmsən. Hamımız da bilirik kim neçəyə gedir də. Amma xaricdə bilirsiniz nətərdir? Sən duxun çatar ki, Türkiyədə o boyda pul qazanasan, vergi verməyəsən, az qalır tən yarısını əlinizdən alsınlar. Bəli, Rusiyada deyirlər, Türkiyədə, hələ bizə yaxın olan ölkələr deyirəm, məsafə baxımından. Elə Türkiyədə həm məsafə baxımından yaxındır, həm də elə bir millət, iki dövlət. Gedin Avropaya baxın, görün vergilər hansı səviyyədədir. Qara cəmaat neynəsin? Oturmuşsan burada canlıda, canım. Bax, qadınlara deyirəm. Sənət öyrənin, peşə öyrənin. Hamı ali təhsil almalı deyil. Keçə ali təhsilə yönəlməyin. Nə mənada? Görsən, yoxdur başın. Təhsil yalandan, nə yollarla bilmirəm. Gedirsiniz xariclərdə, universitetlərə adınızı yazdırırsınız. Eləməyin. Gedin qəşəng bilinç pişirməyi öyrənin. Gedin qəşəng saç ustası olun. Nə bilim, peşə sənət. Sənətkar gün ortaya qədər ac qalar. Mənim sabahlar iş məni toy aparmayın. Mən öyle qız deyiləm. Gəlib bilinç pişirib satacağım. Hamıdan da qəşəng pişirəcəm, hamı məndən alacaq. Nə məcburdur göstəri üçün gedib bankdan borc götürürsən ki, filan müğənni çağırım desinlər ki, Xaçaturun Xancalı var. Mənim toyumda filan kəs oxudu. Heç oxuyan gün olmasın. Get DJ-yə 50 manat ver, gəlsin orada bütün müğənnilərin də mahnısını qoysun. Nə məcburdur? Pulun yoxdur, çağırma da. Yəni mənə ad, mən ad üçün işləməmişəm. Niyə düşməlidir ki? İstəsəm ad üçün varlanmağa qoyardım qırağa, o sahəyə uyğun çalışardım, o səpkidə mahnılar oxuyardım. Elə başlamışdım o vaxtı. Peşəkar bəstəkar mahnıları ilə başladım və baxdım, gördüm mənə çörək lazım. Tək özüm üçün olsam o üzrə gedərdim. Mən bacı oxutdum, oğlu oxutdum, xəstə anama baxdım. Müəyyən məsələlər, ona buna kömək filan fəs. Mən 5 manat qazanırdımsa, mənə 7 manat lazım idi. Məsələn deyirəm, obrazım. İndi də mən sizə maarifləndirici söhbətləri ona görə eləyirəm ki, niyə belə deyirsiniz ki, hər kəsin arzusu var ki, balası üçün müğənni gətirsin. Ay balam, mən də deyirəm, ayıl də. Kim deyir müğənnini sən gətirirsən bankdan? Pulun var, gətir də. Məsələn, adam var, soğan əkir, becərir, milyonu var. İndi burada adamlar var, kartof əkən var, soğan əkən var. Biznesmendir də, pulu qəşək, çoxdur pulu. Kef istəyir, özdə bir müğənni yox, 5'in gətir. Afəti də gətir, Şəbnəm də gətir, Zemfiran da gətir, Bahar da gətir, Ülviyəni də gətir. Məsələn deyirəm. Bax, gör gündəmdə kimdir, gətir. Lap oxuya bilməyən də gətir, o da bizim balamızdır, nə olacaq? Qoyasını da fonogramını oxusun. Amma sən banka girirsən, borc götürürsən, sabah da toy qutarır, lələ kösür, yurdu qalır. İndi bəy gəlin, başın yarır, gəlin də bəyin başın. O deyir, apar komplektin pulun ver. Mənim deyir, üzüyümün qaşı niyə belə balacadır? Allah'ın olsun, heç mən gəlinimə bir dənə bəxt üzüyünü mən aldım. Onlar da mənim oğluma bəxt üzüyü deyirlər, o olmalıdır. Vallahi Quran haqqında zaman müğənnilikdə 5'dən 3'dən özümüzə o vaxtı özdə adam biraz görməyəndə, nə mənada görməyəndə, həyata mən atılanda, mən imkanlı ailədə böyüsəm də, özüm həyata atılanda artıq atam rəhmətə getdi. Biz o şeylərin hamısını satdıq. Hamısını. Satdıq, Bakıya yerləşdik. Yəni mənim ondan sonra arzum idi ki, məsələn, anamın o komplektini alım,
anamı xoşbəxt eləyim, güya ki adam komplektlə xoşbəxt olur. Yəni heç nə, o vaxt üçün o düşüncədə idim. İndi olandan sonra bax görəm boş şeydir. Şükür Allaha ki, Allah da mənə elə ağıllı övlad, ağıllı gəlin qismət elədi. Nə onlar istəmədi. İndi özümün boğçamda nə var idi? Götürdüm, apardım. O da heç demədi bu nədir ya da niyə yaxşıdır, niyə pisdir. Biz o barədə nə nişan, elçiliklə nişan da bir oldu, nə xına eləmədim, nə o bu yığışdıq, toyumuzu elədik, sağ ol, sağ ol. Eləməyin bu əlavə lişin rasxodları, əlavə xərcləri, sonra onun altından çıxa bilmirsiniz. Ailədə də birinci söhbət pulun üstündə başlayır. Apar deyir, komplekt qonşunun deyir, gəlinə deyir, bunu aldı deyir, sən də mənə almalısan. Hardan alsın bu oğlan? Mən yaxşı ki, valla hərdən deyirəm, yaxşı ki, oğlan olmamışam, iş tapanmasam, deməli, arvadım məni qoyub getməlidir. İndiki təfəkkürdə qızların əksəriyyəti, ağıllılar ağıllıdır. Bu bəhsə girməni, 5-6 şubam var, elə bilirdim, bircə şubam olsa məndən xoşbəxt, boş şeydir. Heç burada şuba geyinənə vəhşi kimi baxırlar. Hələ Avropada vəbşə geyinənməsən, sənə heyvan qatili kimi baxırlar. Bəs dedim, onları, ay balam, o vaxtı deyirəm, dədəm imkanlı idi, dədəm öləndən sonra hər şeyini satdıq, gəldik Bakıdan ev aldıq da, pul getdi, pulun üstə pul gəlməyəndə gedir. Dövr dəyişir, təzə maşın çıxır, təzə televizor çıxır, təzə telefon çıxır, nə bilim nə çıxır. Pulun üstə pul gəlməyəndən sonra quyuya stöymə ilə quyu dolası deyirik. Mən sizi məlumatlandırıram, deyirəm ki, ərinizin başını yarmayın. Mən niyə falan qızla özümü ölçüm? Onun təyyarəsi var, mənim də olsun. Ay balam, Allah ona onu yazıb. Mənə də nə bilim birində işlənmiş Qalinvagen yazıb da. Hələ buna da şükür. Bir yetim qız idim, gəldim Bakıya çıxdım. Avtobusda 20 qəpiyim yox idi ki, avtobusa verirəm, gedəm. İndi bugün bunu Allah mənə veribsə, şükür eləyin də. Nə dərsidir? Afətlə üzünə. Arada da qoz alma salat yiyin. Mən danışdım, siz qoşulmamışdınız Rəqsanə xanımın haqqında bu məsələlərdən. Yəqin yeni qoşulmuşsunuz, səhifələr paylaşacaq, oradan qulaq asarsınız. Doğru söz, səhv insan. Yox canım, valla siz məni yaxından tanımırsınız. Məni sosial şəbəkələr danışdıqlarımı kontekstdən çıxardıb belə pis qələmə verirlər. Məni belə təkəbbürlü, yekəxanayam, yaxşı eləyirəm. Özdə yekəxana olun. Diliniz varsa dilçənizdir. Mən kimsə qabanda niyə əzik durmalıyam ki? Amma ki, mənim sizlə işim yoxdur. Mən düzgün həyat tərzi yaşayan insanam. Yazıb ki, mənim anam, Afət xanım, mamam sizin ailənizdən danışdı. Bir dəfə çox savadlı atanız, ananız bütün rayon Azərbaycan Tibb Universitetinə qəbul. Bəli, mən bayaq dedim. Mənim atam 95-də rəhmətə gedib, ölənləriniz rəhmət. Atam ölənə qədər bir Tovuzdan sosialist əməyi qəhrəmanı, Allah rəhmət eləsin, Məhər Quliyev, bir də mənim atam. Bu iki müəllim Tovuz rayonunda çoxlu yetirmələr yetirib və savadlı kadrlar yetişdiribdir. Bir neçəsinin adını çəkdim. Doktor Seyfəddin Əsəd, İsaq Mustafayev, bir neçələri də yadımdan çıxıb da bilsəm bu mövzudan danışacağım. Bir kafamı təzə yeniləyərdim. Çoxdur, çox. Biz uşaq vaxtı şahmat oynayırdıq. Mən şahmatistəm. Mənim oğlum da şahmat bilir. İndi burada desəm şahmat, indi doğulan uşaqlara şahmat təbliğ eləyirsiniz, yox. Bacın Rəyana anamın qrupudur. Bacım 4 dildə danışır. Sərbəst. Mən istəyirəm bizim cəmiyyətimiz savadlı olsun. Valla, düşüncələrimiz üstə düşsün, inkişaf eləyək. Bir-birimizi söyməyək. Ya filan kəs kupalnik geyinib. Onun balaları var, onun qonşusu var, onun da ətrafı var, ərinin ətrafı var. Sənin nə ixtiyarın var ki, sən kiminsə mayo geyiminə qarışıb istehza ilə danışıb. Müğənni də yaxşı eləyir. Kartof satanda geyinməyib ki. Döyüğa pişirəndə mayo geyinməyib ki. Göyüb səhnədə geyinib, yaxşı eləyib, əlində içindən gəlib. Savadla deyil, düşüncə olmalıdır insanda. Bəli. Elə savadsız insanlar var ki, həyat akademiyasını bitirib. Mənim həyatda elə dostlarım var ki, heç universitet bitirməyiblər. Mən onlardan çox şeyi məsləhət alıram. Çox ağıllı dostlarım var ətrafımda. Buradan salamlayıram. Ağdamlı, hər dəfə deyirəm, Ağdamlı bacışqalarım var mənim. Heç məktəb sadda. Amma ki, çox ağıllı düşüncələri var. Həyat təcrübəsi, bəzən elə oxumuş adam var ki, onun həyat təcrübəsi yoxdur.
Ay canım, siz niyə görməlisiniz o fotosesiyanı? Axı bu müğənnidir. Beyoncé görmürsən? Bax Jennifer qabağıma çıxıbdı, əynində heç nə yox idi. Və onu niyə görməlisən? Niyə? Ay balam, bu müğənnidir də. Bizim xalq artistlərimiz var. Bədən ölçüləri uyğun gəlir, geyinib. Çox da yaxşı eləyib. İndi yazıq qız Rəqsanənin son vaxtlarda biraz bu məsələlər, məlum məsələləri də bilirsiniz. İndi yıxılana balta vuraq. Hə, onsuz da onun kifayət qədər özünün problemi var. Bu yandan dəstək olun. Əksinə toylarınız varsa çağırın. Qoy bu adam maddi durumunu da düzəltsin. Başına gələn o problemləri də biraz yoluna qoysun. İnşallah yaxşı olar. Əksinə orada qaz verməyin qarşı tərəfə də. Lazım deyil. Xoşunuz gəlir kim kimi onun məhkəmə. Güvənə verəcək məhkəmə. Lap belə ən pis halda lap həbs eləsin. Əlinizə nə gələcək? Bunun 2 az yaşlı balası var orada. Hə, nə olacaq? O balalar orada ağlayıb mamam han deyəndə xoşunuza gələcək. Ondan sizə nə də, kimisə başına pis iş gələndə niyə sevinirsiniz? Mən o vaxtı hələ oxumurdum. Ortada mən bir 6-7 il fasilə elədim. 2 nəfər xanımın məhkəməsi gedirdi. Ay aman, o tərəfə turka verənlər az tutdur. Niyə? O tutturacam. Ben niyə tutturamadın? Niyə? Çünki biz hüquqi ölkədə yaşayırıq. 2 arvadın da davasına heç mən savadlı insanam, bilirəm nə danışıram. Özdə ələxsu anadırsa, məhkumluğu da məsələn olmayanda insanın ümumiyyətlə güzəşt halları da çox olur. Bu de Arzu var idi, buradan salamlayıram. Vəfa məhkəməyə vermişdi. Arzunu tutdularmı ki? Hə, məhkəməyə verdə nə oldu? Sənin əksinə biraz maddi durumun vəkilə, bu vəkilə, ona buna pul tökə. Arzu nə oldu? Arzu axırda lap uduzdu eləmi? Tutdular Arzunu. Amnistiyada düşdü və salam. Pisliyi özünə qaldı. İndi güya məni tutacaqlarmı ki? Məni tutmaq istəsələr, məni buradan 2 vur 2 deyil. Belə qulağından da tutub apararlar. 2 arvadın davasına yadınızda saxlayın. Qanun çərçivəsində baxılır. Sənin zakazınla yox. Qanun deyirsə ki, burada cinayət, adı cinayət ola bilər. Amma cinayətin də növləri var. Adam öldürməyib, pis işlər görməyib, tutulası işlər, nə qarib. Tənqidə və yaxud təhqirə bənzər şey ola bilər. Ən pis halda bir 6 aylıq həbs düşə bilər. Mən də deyirəm, ən pis halda lap tutaq ki də tutdular. Bunun balaları evdə ağlar qalanda aparıb ay burada qızışdıranlara deyirəm sözüm. Siz ona analıq eləyə biləcəksiniz. Arzu, mən Tural Sədalı məsələsindəki məsələni Zuzun deyirəm. Arzu Zuzun deyirəm. Başqa Arzunu bilmirəm. Bəs sizə, mənim bədənimə də uyğun gəlmir, ərim də qoymur, oğlum da qoymur, özüm də istəmirəm. Mənim düşüncəm ayrıdır da. İndi hamı Jennifer Lopez deyil ki, hamı Rəqsanə deyil ki, hamı o düşüncədə. Ermənistanın bir Kim Kardashianı var. Bunu şişirdib, bilirsiniz nətər eləyiblər. Bir müğənnənizi söyün. Nə qədər istəyirsiniz söyün, nə inəyəcəksiniz? Söyə, güya nə olur? Bax o söyüşü göydə Allah onun qaytarır haçansa sizə. Ya özünüzə, ya balanıza. Kim kimə təhqir, böhtan atırsa, qəlbinə də, kim kimin qəlbinə durduğu yerdə dəyirsə, durduq yerdə, ha. Sən mənim qəlbimə dəymісənsə, mən sənin qəlbinə 2 dəfə artıq dəyirəm. Mənim sənin qəlbinə dəyməyimə Allah bunun qarşılığında mənim başıma daş salmır. Sən mənim qəlbimə dəyirsənsə, o heç nədən. Onda Allah Taala sənin qəlbinə elə bir yerdə dəyər. Heç özün də Allahın ağzı yoxdur ki, gəlsin sənə desin ki, sənin bu işin var, başına daş saldım ha. Falan vaxt falan kəsin başına boyun açmışdın. Oturun gözləyin. Kim düzdür, kim səhvdir? İkisi də düzdür. İkisi də səhvdir. Lap belə deyək. Mən heç birinin nə tərəfini tutmuram. Səidə mənə də söz atmışdı. Çıxdım etik çərçivələr qaydasında sözümü dedim. Mən bu cür dedim. Və hətta iş budur ki, indi mənim başıma qəribə bir şeylər gəlir. Mən kimin canlısı, kim cəsarətli aparıcıdırsa ona baxıram. Zaman Səidənin nə qədər çıxışlarına like qoyub, hatta komment də yazmışam. Bəzi müğənnilər baxır, güya bu ulduzdur. Orada bir super yazmağa, əla əl çalmaq yazma özünə şey bilir. Güya bu stardır da. Az burada nə var ki, fikrimi də bildirmişəm. O qədər Səidənin dəstəklədiyim fikirləri olub ki. Amma çıxır, mən kimi də həmişə bəyəndirəm, elə Rayət İmam Əliyev olsun. Hansı müğənniyə qulaq asmışamsa mənə onlardan ömür boyu belə anti şeylər görmüşəm, antipatiya. Kimə simpatiyam olub, antipatiya görmüşəm onlardan. Hə, Nigar geyinəndə niyə demirdin ay Səidə?
Ay sağ ol, yazdılar burada. Pamuk vəfanı, mən qələt elə, mən kiməm ki? İndi mən o sözü o cür deməmişəm, qanun çərçivəsində demişəm onu, siz burada başqa cür yazmayın. Qaldı vəfaya, vəfa ayın gələcək 31-i, yenə Bakı, Moskva, Moskva, Yekaterinburg. Prosedur sənəd qaydaları, işləmlər, inşallah ki o vaxta qədər yekunlaşar da. Yekunlaşmasa ondan sonra yenə reisləri var. Hansı günlər hardadırsa, iş gedir də aidiyyatı qurumlar. Mənim başım üçün deyil ki, mən harasa deyəm belə, elə dədəmin idarəsi deyil ki, deyəm, ay dədə nə oldu? Sənət işdir bu, ciddi məsələdir. Öpürəm sizi dostlar. Ay canım mənim, açıq-saçıq giyməklik pozğunluq deyil, Aynel Muradova. Bunu düşünün. Palik giymirsiniz dənizdə. Bu adam da səhnədə fotosesiya eləyib də. Mən onu deyirəm, bir misal var, Hüseyin Məhəmmədoğlu o gün dedi, çox qəşəng misal idi. Zalimin zalimi olun. Fağırın, Rəqsanə fağır deyil, Allaha şükür. Amma yəni, yıxılanın zalimi olmayın da, bu adam onsuz da kifayət qədər problemə düşüb. Bu adam kifayət qədər problemdədir. Yaraşırsa geyinir, ay bala, lap tutaq ki, yaraşmır. Sənə nə? Qeyd onda təkcə Rəqsanəni demədə, 10 müğənnadır de. Deyirəm, filan, mən sənə niyə baxmalıyam baldırına? Baxmaq da istəmirsən, at bloka. Sən Rəqsanənin adını çəkib prim qazanırsan. Güya Rəqsanəni də bəyənmirsən. Bəyənməyən adam adını çəkməz. Yaxşı eləyib geyinir, əlinin də içindən gəlir. Xoşunuz gəlmir, blok eləyib. Heç kimin işinə qarışmır. Rəqsanə kimi sərindən bic doğmur ki. Kişinin qızı öz, nədir onun adı? Açıq-aşkar ailəsini qurubdu, əri yanında. Bic doğana deyirsiniz, əyala, medal asırsınız az qala da, məcazi mənada deyirəm, belə, yəni, dırnaq arasında, toyuq şeyindən. Rusiya gəlindən Azərbaycan sözlərini unuduram. Peyindən medal asırsınız, ay izləyicilər. Adam müğənnidir səhnədə mayo geyinib. Hə, nə olsun ki? Gülməlidir. Rəqsanə heç vaxt heç kimin nəyinəsə belə yanlıq verib deməyib ki, yaxşı eləmişəm, bunu eləmişəm. Hinduşka ilə kruşkanı səhv salmayın. Mən də Rəqsanənin vəkili deyiləm. Rəqsanənin dili dilçəyi mənimkindən də hələ uzundur. Özünü də yox, bir 10 nəfərin də payını verməyə özünüz tanıyırsınız da Rəqsanəni. Rəqsanə Lüboy adama sözünü deyəsidir. Bilsə ki, o yolda başına oyun da gələcək, deyəcək. Amma mən burada siz sual verirsiniz, ona görə cavab verdim. O mayodan geyinirlər də. Bizim dəyərli xalq artistlərimiz Aygün Kazımova da geyinir, Röya da geyinir, Tünzalə də açıq-saçıq geyinir, Nigar xanım da geyinib. Yaxşı deyilib geyinirlər, yaxşı eləyirlər. Avropaya çıxan qoy müğənnilərimiz olsun da. Mən harada daşlamışam. Mən dedim Allah qapısını açsın. Hələ balaca qızına da dedim ki, elə bildim burada tək qalıb da. Rəqsanənin balaca qızına da özü desin. Yanıya dedim, dur gəl mənlə qal burada. Heç bir Rəqsanə bəlkə də bilmir, buradan öyrənəcək. Mənim əlimdən bu gəlirdi. Qanun qarşısında boynumuz qıldan incədir. Mən kiməm ki, o içini bilmədiyim məsələyə fikir bildirim. Mən özəyəm vurdular fikir, mən dedim, mən kiməm ki? Kimin əgər səhvi varsa, içi də mən qarışıq. Səhvi olan cəzasını çəksin. Amma Rəqsanənin balaca övladı Moskvadaydı. Dedim, atan anam, burada yoxdur bala. Dur, gəl mənlə qal. Biləsiz. Elə xoşunuza gəlir ki, yıxılana balta vurmaq, ləzzət alırsınız. Yaxşı işlər görün də. Yadınızda saxlayın. Niyyətiniz hara, mənziliniz də ora. Kim ki məndən arzu eləyərsə 5 qat onun başına gələcək. Kim kimin arvadın göz yaşlı qoyub onun ərindən bic doğub bicini gizlətmək əvəzinə arvadına yandığında verirsə, 5-3 qəqəni uşaq-muşaq onun pulu xətrinə burada ona fanatlıq eləyib, yaxşı eləyib deyirsə, biz onun tərəfindəyik deyirsə, Allah Taala başınıza ilə daş salacaq. Ağıllı olun. Səhvsiz insan yoxdur, amma səhvin dozaları var. Başa düşdünüz? Ay bala, xalq seçib, sən aidiyyatı qurumlardan çox bilə bilməzsən. Onun kefi bədən ölçüsü o cür uyğun gəlir. O gedib Azərbaycanı dünyada Eurovisionda
təmsil eləyib qayıdıb gəlmək üçündür. Oxuduğu janra da uyğundur. Yaxşı, indi mən bir kəsməş-kəsdə oxuyum, mayo ilə qavaltım. Düz gəlmir axı. Bunların bədən proporsiyası şeyə uyğun gəlir səhnədə. Qarnınız dizinizə düşür, çənənizi saxlayamırsınız, nəfsinizə tət deyə bilmirsiniz, dur deyə bilmirsiniz. Bunu elə burada saxla oynayırdı Rasim Balayev. İndi oradakı kimi mənfidir, yox. Rasim Balayev dəyərli şəxsiyyətdir, aktyorumuzdur, xalq artistimizdir. O vaxt mənim qəzəl oxuduğuma da iradım bildirdi, amma etik çərçivələr normasında dedi. Mən də nə dedim? Dedim ki, yaxşı eləyirəm, oxuyacağım. Qanun var, qayda var. Mənim ölkəmin qayda qanununu mən pozmamışam. Pozsam sizi allatmışdılar. Hə, əfsanədir, bəli, əfsanə yalandan deyirlər ki, biri deyir belə olub, biri deyir dərisini soyublar, biri deyir asıblar. Heç yaxşı Nəsimi hardadır? Belə Nəsimi tərəfi tutansansa, get Suriyada qəbrini bombardıman eləyirlər, şey elə də, sahib çıx da. Ay, burada Nəsimin tərəfini tutan Rayət İmam Əliyev nə məsələ qaldırmırsan ki, belə gəlin sahib çıxaq, onlardan danış. Nəsimi tərəfi. Mən sənin Nəsimi sevgin mənim Nəsimi sevgim qədər olamaz. Gör, nə boyda Nəsimi sevgim var ki, qardaşımın adı da Nəsimidir. Oğlumun kirvəsinin adı da Nəsimidir. Elə Nəsimlər mənim ətrafımdadır. Sən bəlkə də Nəsim adlı heç dostun da yoxdur. Bir oğlum da olsa adını qoyardım Nəsimi sevgisindən. Görün, ölkənin qanununu Rayət İmam Əliyev deyir ki, səhv idisə məni niyə cəzalandırmadılar, niyə demədilər da bir də oxuma. Hər yerdə də oxuyuram. Gəlirəm ayrı mahnı oxumağa tolik deyib pəndişeş oxu. Mən yenilik eləmişəm. Zaman gələcək. Mənim o yeniliyimə görə, bəli, bir 10-15 ildən sonra mənim o yeniliyimə görə mənə bir təşəkkürnamə veriləcək. Biləsiz. Vaqif Mustafazadəni bax sizin Zadə kimi dəyərli cazla muğamı sintez eləmişdi. Adamı o qədər yazığı ürək xəstəsi elədi cəmiyyət. İndi Vaqif Mustafazadəyə öləndən sonra heykəl qoyuruq. Deyirik ki, yenilik eləyib. Çoxdur belə misallar. Kim toy qiymətini soruşur, TikTokda da, Instagramda da nömrə qoymuşam. Yazın, indi toy olmayanda WhatsApp məndədir. TikTokdan, Instagramdan gəlmişəm, yazın. Endirimli qiymət deyəcək Tural bəy. Sizin büdcəyə uyğun deyəcək. Məni pulla ələ almaq olmur. Mən belə dəli dolu adamam. Məni sevənin hələ ki toyunda pul da yazılaram. Məni sevməyib kimisə sözü ilə toya çağıran ya da nə belə mənlə üstdən aşağı danışan adam heç toyuna gəlmirəm. Bir dəfə biri məni yığıb Stavropoldan, səhv eləmirəmsə Stavropolda, o Sima Nəsirova var, buradan salamlayıram, o işin içindədir. Məni yığıb ki, falan yerə bizim toya neçə gələrsin, mən də qiymət dedim. Dedim, sizin toya mənim 2 gün vaxtım gedir, 2 günün pulunu dedim. Dedi, bilirsiniz mən kiməm, burada falan kəsəm. Dedim, əgər gözümün 5-i də birdən aydın. Sən özün üçün falan kəsən, mənim üçün sən iş kimsən. O, bir Azərbaycanlımsan. Yəni, mənim üçün sənin o titulun var, gözümdə deyil də bu nəzərdən deyirəm. Sən də mənim bir həmvətənlimsən. Budur. Hə, sən desəydin ki, imkanım çatmır, onda mən səni nəzərə alardım. Amma o Semagil getmişdi o toya. Orada deyib, bu afət dəlidir, mənə belə deyib. Dedi, sən, o gözləməyib mən onu. Ham buna yaltaqlanırmış bəzi adamlar, bunun işinə görə, nə bilim, vəzifəsinə görə. Dedim, ged işinlə ola, dedim. Yeli şoka düşüb yandakilərin yanında. Öyle insan olar, iş pulu da çatmaz, deyərəm, filan vaxta sal, ara günlə, boş vaxtımıza gözüm. Amma sən yağlı günü götür 6-cı günü, mənim həftədə bir dəfə 6-cı günüm var. Onu da hələ bilirsən mən kiməm? Dedim, gözümün 5-i də birdən aydın. Tamam et, mənim həyatım hardadır? Baltasının sapını itləməyə gedib. Öpürəm sizi, Maçello. Gözəl-gözəl söhbətlərimin içərisindən nəticə çıxardın. Sizə yuxarıdan belə necə deyim, yuxarı şeyli qızlar var, ay oğlanlar, egolu. Mənə bu şuban al, mənə bu telefon təzə çıx. Uzaq durun o qızlardan, sabah başınızı oynaşacaq. Sizin ananıza hörmət qoyursa, ananıza mama deyirsə, nə daha çoxsu? Filankəs xala. Niyə? Ana de də. Buradan deyirəm qızlara, ana deyin qaynananıza. İndi məni kim cavandırsa, xanım da demək olar. Mənim gəlinim mənə Afət xanım deyir. Cavanam axı. Sonda da deyirəm ki, yenə söhbətimin şirin yerində. Görürsünüz, qozu azaltmışam. Əvvəlki videoma baxın, qoz doluydu. Qoz, alma yiyin. Stresten uzaq durasınız. Sarımsağı da bura qoymuşam ki, sarımsaq, smetan, kök. İçərisinə qatırsınız, qarışdırırsınız, yeyirsiniz. Kef eləyin. Sarımsağın iyindən də sizə heç bir söz söhbət yaxın gəlməyəcək.
Maçello. Görürsünüz.